Azərbaycanın cənubunda yerləşən Masallı rayonu ölkənin ən səfalı yerlərindən biridir. Bu ərazi Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Şərqdən Xəzər dənizi, qərbdən Talış Sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, yanardağı, isti suyu, nadir ağaclarla zəngin meşələri, billur bulaqları, 200-dən çox qədim və sirli tarixi abidələri ilə diqqəti cəlb edir. Bu il Masallı rayonunun yaradılmasının 95-ci, Masallı şəhərinin isə 65-ci ildönümü qeyd olunur. Bu yubileylər rayona və şəhərə olan sevgini, doğma yurda bağlılığı bir daha nümayiş etdirmək, onun keçmişinə nəzər salmaq və bugünkü nailiyyətlərini təqdir etmək üçün gözəl fürsətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müxtəlif dövrlərdə Masallıya səfərlər etmiş və rayon vətəndaşlarının vətənə olan sevgisini daim yüksək qiymətləndirmişdir. Masallıda çox zəhmətkeş, əməksevər, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayırlar. Masallı coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmiş, tarixi mənbələrdə bu toponim məsəlli, yəni məsəl çəkən yer mənasında səciyyələndirilir. Masallı sözünün Mosullu sözündən yaranması ehtimal edənlər də var. Rayonun ərazisi 721 kvadrat kilometrdir. Hal-hazırda Masallı əhalisi 228 min nəfərə çatmışdır. Rayonun 37 inzibati ərazisində bir şəhər, 2 qəsəbə və 100 kənd olmaqla 103 yaşayış məntəqəsi vardır. Bu ərazi həmçinin İpək yolunun üzərində yerləşdiyi üçün müxtəlif dövrlərdə iqtisadi və mədəni baxımdan əhəmiyyətli mərkəzlərdən biri olmuşdur. 19-cu əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 8 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı Respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu. Masallı rayonu iqtisadi baxımdan kənd təsərrüfatı yönümlüdür. Əsas təsərrüfat sahələri taxılçılıq, tərəvətçilik, meyvəçilik, çayçılıq və heyvandarlıqdır. Xüsusilə çəltikçilik, sitrus meyvələrinin yetişdirilməsi son illərdə daha da inkişaf etdirilmişdir. Vilək çayı bu subtropik zonanın yeganə iri dağ çayıdır. 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Masallıda Viləkçay su dəryaçasının bünövrəsi qoyulmuşdur. Viləkçay su anbarı həm əkin sahələrinin suvarılmasında mühüm rol oynayır, həm də bu regionun ekoloji mühitinə gözəllik qatır. Bununla yanaşı rayonda sənaye sahələri də inkişaf etməkdədir. Qida emalı müəssisələri, tikinti materialları istehsalı, mebel və digər kiçik sənaye sahələri iqtisadiyyatın şaxələnməsinə töhfə verir.